Salam. Salam, gəl buyur. Masal Hanım, mən sizin yanınızdayım ki, çoxlu usulü işlətdiyimi görə Sərhanla tapşırıq vermişdik. Tapşırığı da bu etki ana dilimizi sevmək və qorumaq üçün nə etməliyik haqqında qısa bir məlumat olmalısınız. Ana dilimizi biz həm sevməliyik, həm sevdirməliyik. Bir millətin əgər dilini əlindən alırlarsa, millətin məhv etmək fikirlərini olmalı. Ona görə biz neynəməliyik? Öz dilimizi qorumalıyıq. Dilimizi başqa xalqların sözlərinin keçməsinə imkan verməməliyik. Öz dilimizi biz sevəriksə, öz millətimizi sevərik, öz xalqımızı sevərik. Keçmişimizə, gələcəyimizə biz əgər dilimizi sevmiriksə, xəyanət etmiş deməkdir. Ona görə biz çalışmalıyıq ki, öz Azərbaycan dilimizi mükəmməl verməliyik. Biz bizim klassiklərimizi oxumalıyıq, onlarda olan ibrətamiz kəlamları, dilimiz haqqında olan kəlamları öyrənməliyik. Geçmişimizdən qalan mirasdır, onu sevməliyik. Çox sağ olun. Salam. Tamam, olar. Mən bugün sizin yanınıza gəlmişəm ki, çoxlu usulü işlətdiyimi görə Sərhan müəllimə tapşırıq vermişdi. Tapşırığım bu idi ki, ana dilimizi sevmək və qorumaq üçün nə etməliyik haqqında qısa bir məlumat verə bilərsiniz mi? Ne gözəl. İlk öncə mən Sərhan müəllimə öz təşəkkürümü bildirirəm ki, belə bir gözəl təşəbbüs irəli sürüb. Həmçinin tək sizin 5-ci sinif şagirdləri deyil, məncə bütün şagirdlərimiz də bu təşəbbüsə qoşulsa, hətta müəllimlərimiz də qoşulsa çox gözəl olar. Mənim məsləhətim olardı ki, çoxlu mütaliə etmək lazımdır. Yəni insan söz bazası nə qədər çox olarsa, bir o qədər belə deyək sözləri daha düzgün formada tələffüz edər. Öz yaşına uyğun, öz belə deyək maraq dairəsinə uyğun kitablar oxusan daha yaxşı olar. Həmçinin də orada rus dilində istifadə etdiyin sözlərin tez-tez qarşılığını, Azərbaycan dilində qarşılığını təkrar etsən, öyrənsən, şagirdlərlə, yəni öz yoldaşlarla bölüşsən, daha yaxşı yadda qalan olar. Çox sağ olun. Buyur. Olar. Hoş geldin. Sağ olun. Buyur, ne isteğin var? Ben bugün çoxlu usulü işlətdiyimə görə Sərhan müəllim mənə tapşırıq vermişdi. Tapşırığım da bu ki, ana dilimizi sevmək və qorumaq üçün nə etməliyik haqqında qısa bir məlumat. Ana dilimiz bizim doğma dilimiz. Adından da bilindiği gibi ana dilimizdir. Bəli, biz onu həmişə qorumalı, sevməli, gələcək nəsillərə təmiz ana dili daşımalıyıq. Keçib ki, biz onları indi də işlədirik. Ancaq zaman şairlərə təbliğ edirik ki, bu sözlərin dilimizdən çıxarsınlar. Belə bir deyim də var, bir xalqı məhv etmək istəyirsənsə, ilk növbədə onun dilini və mədəniyyətini əlindən al. Biz də dilimizi və mədəniyyətimizi həmişə qorumalıyıq ki, bir müstəqil Azərbaycan həmişə var olan və gələcək nəsillərə təmiz Azərbaycan dili daşıyaq. Siz olun ki, gələcək nəsillərə təmiz Azərbaycan dilini daşıyasınız. Çalışın ki, dilinizdə bu sözlərini işlətməyəsiniz. Sağ olun. Ben bugün sizin yanınıza gəlmişəm ki, çoxlu usulü işlətdiyimə görə Sərhan müəllim mənə tapşırıq vermişdi. Tapşırığım bu idi ki, ana dilimizi sevmək və qorumaq üçün nə etməliyik haqqında qısa bir məlumat verə bilərsiniz. Mən deyim, yaxşı. Belirliyində müəllim olaraq yəqin ki, məndən soruşursan. Mən də bir müəllim olaraq sənə deyə bilərəm ki, əvvəlcə nə etmək lazımdır. Biz müəllimlərin burada rolu böyükdür. Siz şagirdlərə biz özümüz nümunə olmalıyıq. Dialekt sözlərdən, şibələrdən və xüsusilə də sizlərdə ən böyük problem ləhcələrdən daha çox istifadə edirsiniz. Bunun qarşısını almaq lazımdır. Və biz müəllimlər olaraq da həm də Azərbaycan ədəbiyyatına, mədəniyyətini biz müəllimlər şagirdlərə öz dilimizi, ana dilini sevdirməyi bacarmalıyıq. Sizlərdə kitab oxumağa maraq yaratmalıyıq və sizlərdə hər işlətdiyiniz o xarici sözlər varsa, dialekt sözlər varsa, onları biz sizlərdə güzəliş etməliyik və sizlər də eyni şəkildə öz üzərində səhvlərini düzəltmək. Sizin də ətrafınızda o sözlərdən istifadə edən şagirdlər varsa və hətta valideynləriniz də varsa, onlara bunu deməlisiniz ki, işlətmək olmaz. Salam, olar. Sağ olun. Ben bugün sizin yanınıza gəlmişəm ki, çoxlu usulü işlətdiyimə görə Sərhan müəllim tapşırıq vermişdi. Tapşırığım da bu idi ki, ana dilimizi sevmək və qorumaq üçün nə etməliyik haqqında qısa bir məlumat verə bilərsiniz.
ana dilimizi sevmək və qorumaq üçün nə etmeliyiz? İlk öncə çoxlu kitab oxumaq lazımdır, televizyon oxumaq lazımdır və söz danışanda çalışmaq lazımdır ki, rus sözlüğündən istifadə edilməyik. Yaxşı. Və yoldaşlarımızla danışanda, əgər onlar da rus sözlərindən istifadə edirsə, çalışaq ki, onların düzəlişli olan Azərbaycanca qarşılığından istifadə edelim. Ən azı çoxlu kitab oxumaq lazımdır. Dərsliklərdə sözlər var, onların eksik mənalarını öyrənmək lazımdır. Rəhbərlərinə öyrəndik. Hər bir insan əslində vətənini sevməkdir, hər bir insan vətənini sevir. Vətənini sevən insan da əlbəttə anasını sevir. Anasını sevər, ailəsini sevər, insan həm də vətənini sevir. Biz iqtidai səfərdən çoxlu şeylər getmişsiniz, nağıllar getmişsiniz. Nələrə deyə bilərik, analarımızın çoxlu nağıl oxusunlar və orada da analarımızı sevdik. Nədir? Gəl. Salam. Buyur. Mən də sizin yanınıza gəlmişəm ki, çatmışsınız işlətdiyimə görə Sərxan müəllim mənə nəzər tapşırıq vermişdi. Tapşırığım bu idi ki, ana dilimizi sevmək və qorumaq üçün nə etməliyik? Mənə qısa bir məlumat verə bilərsiniz? Bəli, əlbəttə ki, müəllimin borcu şagirdləri maarifləndirməkdir. Deməli, uşaqlar, biz dilimizi bilməliyik, biz tariximizi bilməliyik, mədəniyyətimizi bilməliyik. Bunun bir şagirdik və gələcəyin vətəndaşıyıq və Azərbaycan Respublikasına gələcəkdə siz nümayəndələri olacaqsınız. Hər zaman şagird qalmayacaqsınız. Bu ilk öncə bizim borcumuzdur. Bilmək, ana dilimizi bilmək bizim birinci nömrəli, bir nömrəli borcumuzdur. Çünki biz dünyaya çıxış edəcəyik. Çünki bizim ətrafımız olacaq. Çünki biz gələcəkdə tələbə olacağıq, iş adamı olacağıq. Bunun üçün biz qarşımızdakı insanlara necə ünsiyyət quracağıq? Dilimizlə hər millətin də öz dili var. Biz danışarkən özümüzdən başqa ölkəmizi, milliyyətimizi, dilimizi, xalqımızı təmsil edirik. Elə deyilik. Onun üçün də biz dilimizi qorumalıyıq, dilimizi inkişaf etdirməliyik. Bəli, biz çox dillər öyrənməliyik. Dünyaya çıxış eləmək üçün biz nə qədər çox dil bilsək, o qədər də savadlı vətəndaş olaraq, savadlı gənc olaraq. Amma o demək deyil ki, biz digər ölkələrin dillərini, sözlərini öz dilimizə qarışdırar və dilimizi bərbad vəziyyətə qoyar. Onu aşağı səviyyəyə salmaq demək deyil. Yaxşı uşaqlar, bizim dilimiz bizim sənədimizdir, kimliyimizdir. Yaxşı uşaqlar, qarşı tərəfi bir başqa ölkənin nümayəndəsini daha yaxından tanımaq üçün, onun məqsədlərindən yaxından dost olmaq üçün gələcəkdə siz hər zaman Azərbaycanda yaşamayacaqsınız ki, ola bilər ki, siz başqa ölkələrdə də yaşayasınız. Elə deyil. Onun üçün də mütləq dilimizi qorumalıyıq, tariximizi qorumalıyıq, mədəniyyətimizi qorumalıyıq. Salam. Mən yenə sizdən müsahibə almalı gəlmişəm ki, çoxlu sizə eşitdiyimə görə Sərxan müəllim tapşırıq vermişdi. Tapşırığım odur ki, ana dilimizi sevmək və qorumaq üçün nə etməliyik? Haqqında qısa bir məlumat. Ana dilimizi sevmək və qorumaq üçün biz xarici sözlərdən istifadə etməməliyik. Ana dilimizdə düzgün danışmağı öyrənməliyik və bunun üçün də çoxlu mütaliə etməliyik, kitab oxumalıyıq, şeirlər əzbərləməliyik ki, ana dilimizdə düzgün danışaq və bunu özümüz bilək ki, özümüzdən sonra gələn nəsillərimizə də bunu çatdıraq, bunu aşlayaq ki, biz ana dilimizdə düzgün danışmağı bacarmalıyıq. Sağ olun. Mən də sizə təşəkkür edirəm. Sağ olun, çox sağ olun. Ana dilim canım benim, damarımda kanım benim. Tarihlerden gelen sen, dünənim sen, sabahımsan. Azerbaycan şanım, şanım. Dinledikçe doymaram, danıştıkça doymaram.